Həftəlik bürclər 9 fevraldan 16 fevrala doğru o ünsürləri, qoçlar, şirlər, oxatanlar sizi nələri gözləyir bu həftəyə görə. Birinci qoçlardan başlayıb, qoçların həftə üçün pis həftə, uğursuz həftə olmayacaq. Sadəcə belə deyim də, qoçlar keçmişdən gözləmədiyiniz insanlar bu həftə qadın olaraq, kişi olaraq, münasibət olaraq həyatınızda bayağı bir qarışıqlıq yaradacaq. Yəni gözləmədiyiniz bir karşanın içərisində olacaqsınız, gözləmədiyiniz bir qəfəsin. Elə bil ki, bir insanla bir yola çıxacaqsınız, amma başqa bir insanın gəlişi bütün sizin stabilliyinizi, bütün sizin ətrafınızda olan aura və enerjilərin bloklanmasına, yarımçıqda olmasına səbəb olacaq və balansınızı sanki itirəcəksiniz, nəyi necə edəcəyinizi, hansı istiqamətdə aktivləşəcəyinizi, özünüzü necə aparacaqsınız deyə çox qarma-qarışıq bir vəziyyətdə olacaqsınız və özünüzü tamamlanmağınız, özünüzü qabağa çəkməyiniz zaman çərçivəsinə doğru boşluqda olacaq. Belə bir şey deyəcəm sizə. Pul maddiyatla bağlı həftənin cümə axşamına qədər maddisal dəyərinizi bərpa edəcəksiniz. Kimlərinsə ehtiyacı varsa verə bilərsiniz. Bu həftə belə deyim, dəstək həftəsidir. Maddi mənəvi hissədə dəstək ola bilər. Siz də o dəstəyi aktivləşdirə bilərsiniz. Mükəmməl bir şəkildə özünüzü tamamlaya bilərsiniz. Şanssız insanlar deyilsiniz qoçlar. Bu həftə şansınızı, uğurunuzu maddisal olaraq qabağa çəkilmə, aktivləşdirmə edə bilərsiniz. Sadəcə öz qabınızda olmayacaqsınız. Daim elə bir qorxuda olacaqsınız. Ətrafdan başqa bir insanın sizin təsir etməyiniz, sizin belə deyim də balansınızı, planlarınızı pozmağınız daim narahatçılıqda olacaqsınız və balansınızı bir balaca həftənin sonlarına doğru itirəcəksiniz. Amma daha belə deyim də düşünməyə çox ehtiyac var. Çünki məsuliyyətsiz addımlar, düşünmədən tələskən addımlarınız sizin gələn həftələrə doğru da boşluğunuzun yaranmasına səbəb ola bilər. Qorxulu həftə deyil, amma bir balaca özünüzdəki qorxuların çox aktivləşməsi sizi geriyə doğru çəkə bilər. Ümumi dəyərləndirsək həftəlik 73%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Şirlərə gələndə şirlər bu həftə qırağın təsirləri, qırağın qalanması sizin üzərinizdə çox aktiv vəziyyətdə olacaq və insanların nə üçün gəldiyini, nə demək istədiyini, necə rəftar etdiyini çox aydın şəkildə biləcəksiniz. Dövlətlə, rəsmiyyətlə əlaqədar bəzi problemləriniz və yaxud da İçinizdə özünüzün qoyduğunuz bəzi yarımçıqlar olacaq ki, sizin enerjilərinizi zaman çərçivəsinə doğru zəiflədə bilər. Tam istəmədiyiniz bir formada qala bilərsiniz. Öz stabilliyinizdən çıxacaqsınız. Zaman çərçivəsinə doğru belə deyim də yolla, istirahətlə, mühitlə əlaqədar olaraq dəyişikliklər edəcəksiniz ki, bu da sizin pozitiv olmağınıza səbəb olacaq. Sizin yeni bir alanda aktivləşməyinizə səbəb olacaq. Bu həftə transformasiya həftəsidir. Şəxsiyyətlə əlaqədar kimisə tam bitirəcəksiniz. Yeni bir başlanğıc, yenilənmiş insanlarla başlayacaqsınız. Münasibəti, dostluğu, kolleqalıq və yaxud da şəxsiyyətinə qədər yenilənməyi. Şübhələrin bütün hamısı bu həftə açılacaq. Yarımçıqların hamısı bu həftə şirlər açılacaq. Kimin nə dəyərli və kimin nə mənfəətdə sizin ətrafınızda olduğunu yüksək səviyyədə hiss edəcəksiniz və bu da sizin aktivləşməyinizə, yeni bir alana keçməyinizə səbəb olacaq. Sağlamlıqla bağlı əslində qalsa bərpa edirsiniz özünüz, amma çox qəribə bir vaspoliniya, soyuq dəymə sisteminizdə, ayaqlardan, jenski orqanlarda və bu boyun hissəmizdə qəribə bir donmuş bir vəziyyət var. Onlara biraz fikir versəz, ümumi dəyərləndirsək, 76%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma bu tam uğurlu həftə deyil. Oxatanlar üçün bu həftə biraz çətin həftə olacaq. Çünki oxatanlar siz bu həftə çox əsəbi olacaqsınız, güclə nələrsə həll edəcəksiniz, aqressiyavınızı, öfkənizi işə salacaqsınız, insanlara mübahisə edəcəksiniz və bu mübahisə nəticəsində özünüzdə öz enerjilərinizi aşağı sala bilərsiniz, özünüzdə öz təsirinizi zəiflədə bilərsiniz ki, sistemdən tam çıxmış vəziyyətdə olacaqsınız və bu həftə insanların sizə mənfəət üzərindən, təsir üzərindən gəldiyini görəcəksiniz və enerjiləriniz ciddi bir boşluqda olacaq və itələyici qüvvədə insanlara qarşı yanaşmağınızı aktivləşdirəcəksiniz. Ümumi dəyərləndirsək, həftə olaraq maneəli şəkildə olmağınıza baxmayaraq hiss və emosiyalarınızı idarə eləməz. Çünki bu həftə aqressiya, udar, narahatçılıq, mübahisə, stres, psixoloji, nevroloji sisteminizdə belə deyim də pozuntular olacaq və ən çox da şəxsiyyətlə əlaqədar olaraq özünüzü aktivləşdirə bilməyəcəksiniz. Kolleqalarınızla əlaqədar olaraq danışıq və hərəkətlərinizdə bayağı bir aqressiya və öfkənin aktivləşdiyini hiss olunur. Pis həftə deyil, amma özünüz dəyişməz, özünüz yenilənməz. Özünüz dəyişib yeniləndirə bilsəz, həftəniz 66-67%-ə qədər uğurlu edə bilərsiniz. Qidalarınıza fikir verməz, içdiyiniz və yediyiniz qidalara fikir verməz. Çünki qıraqdan gələn bədənsel enerjilərimizin qıraq tərəfdən pozulması var. Yəni sağlamlığınızla əlaqədar olaraq qırağın təsiri nəticəsində narahatçılıqları gücləndirə bilərsiniz. Buna isə oxatanlar ehtiyac yoxdur.